Dəyərli izləyənlər, bu videoda maraqlı bir həndəsə məsələsinin izahını paylaşacağım. Deməli, bizim qrupların birində dəyərli Elşad müəllim bu məsələni paylaşmışdı. Səhv eləmirəmsə, sualın müəllifi xarici biri idi və xarici qruplarda da bu məsələ paylaşılmışdı. Məsələyə mən münasibətimi bu videoda bildirəcəm. Ondan qabaq bir xatırlatma eləmək istəyirəm. Mən yaxın vaxtlarda bir paylaşım eləmişdim və o paylaşımda müəllimlər üçün nəzərdə tutulan bir proqram təklif eləmişdim. Olimpiada həndəsəsi proqramı. Bu proqrama qeydiyyat davam eləyir. İyun ayı ərzində əgər hər şey yolunda getsə, iyun ayı ərzində mən bu proqrama başlayacağam. Qoşulmağınız tövsiyə olunur. Xüsusən də Olimpiada həndəsəsi ilə məşğul olmaq istəyən müəllimlər və Olimpiada həndəsəsini öyrənmək istəyən müəllimlər üçün arzu olunandır. Ondan əlavə də bu demək orta məktəb proqramında keçilməyən, olmayan bəzi mövzular var ki, onlar Olimpiada həndəsəsində istifadə olunur. O mövzular da o proqramda daxildir. Həm geniş şəkildə izahları olacaq, həm də o mövzuların tətbiqi ilə bir çox çətin məsələlərin, olimpiada səviyyəsində məsələlərin izahı da olacaq o proqramda. Düşünürəm ki, faydalıdır. Ona görə də tövsiyə edirəm ki, proqrama qoşulasınız. İndi keçək məsələyə. Deməli, bizə bir ABC üçbucağı verilib, bu şəkildə olduğu kimi. Və bu üçbucağın xaricinə çevrə çəkilib. Bu üçbucağın daxilində bir P nöqtəsi götürülüb və P nöqtəsi ixtiyari bir nöqtədir. M nöqtəsi də BC tərəfinin ortasındadır. Sonra nə edib? Burada BMP nöqtələrindən bir çevrə çəkib. Daha sonra PMC nöqtələrindən bir çevrə çəkib. Bu çevrələr böyük çevrə ilə biri Y-də, biri də F-də kəsişib. Daha sonra FY-ni birləşdirib və BC tərəfindən kəsişməsinə Q deyib. İsbat etmək lazımdır ki, PQ və OP perpendikulyardır. Olduqca maraqlı bir məsələdir. Bu məsələnin ideyasını verəcəm mən. Bu hardan gəlir bu fikir? Demək, hamımız bilirik ki, çevrədə mərkəzdən vətərə çəkilən perpendikulyar vətəri yarı bölür. Yəni OM parçasını çəksək, M nöqtəsi orta nöqtə olduğuna görə OM aydın məsələdir ki, BC-yə perpendikulyardır. O halda əgər biz göstərsək ki, OPQM nöqtələri bir çevrə üzərindədir, o halda məsələ isbat olmuş olar. Çünki OMQ 90 dərəcədir, bunu bilirik. Əgər bu 4 nöqtə bir çevrə üzərindədirsə, o halda OPQ da 90 dərəcə olacaq və məsələ isbat olmuş olacaq. Demək ki, biz göstərməliyik ki, burada bunu yazılı şəkildə də yazım. Göstərək ki, yəni isbat edək ki, demək O, P, Q, M bir çevrə üzərindədir. Bir çevrədədir. Belə yazım qısaca. Bunu isbat eləyəcəyik. Bu məsələnin əslində fikri budur. Əsas fikri budur. Bu məsələni görəndə əslində bir şey mənim yadıma düşdü. Yaxın vaxtlarda ümumi riyaziyyat qrupunda bizim dəyərli Mansur müəllim bir məsələ paylaşmışdı. Qurma ilə bağlı bir məsələdir. O məsələyə mən öz həllimi yazmışdım. Sual görəndə yadıma düşdü. Sual belə idi. Deməli, bizə bir çevrə verir və bu çevrənin xaricində bir nöqtə verir. Tələb olunur ki, ancaq xəttkeşin köməyi ilə bu nöqtədən, indi burada K nöqtəsi, bu K nöqtəsindən çevrəyə toxunanlar çəkir. Mən bu cür yazmışdım bu qurmanı. Sadəcə olaraq onun isbatını verməmişdim. İndi də verməyəcəm. Əgər imkan olsa, başqa bir videoda onun izahını verərəm. Düşünürəm ki, bu da maraqlı bir sualdır. Demək, əvvəlcə nə etdim? Bu K nöqtəsindən bu çevrəyə kəsənlər çəkdim. Və bu kəsənlərin çevrəni bu kəsdiyi yerləri adlandırdım. Bu şəkildə. Sonra bu nöqtələrlə, məsələn, burada T nöqtəsi ilə
B nöqtəsini, S ilə V-ni məsəl üçün bu şəkildə. Burada da V ilə bu W-nu, U ilə də Z-ni. Bunu birləşdirdim, biraz şəkli böyüdüm. Burada görsənsin deyə. Sonra kəsişmə nöqtələrini yazaq. Kəsişmə nöqtəsi, məsələn, bu ikisinin kəsişmə nöqtəsi və bu ikisinin kəsişmə nöqtəsi. Bu kəsişmə nöqtələrindən keçən düz xətt çəkək. Diqqət eləyək ki, bunların hamısı ancaq xəttkeş vasitəsilə həll olunur. Kəsişmə nöqtəsi, həmin düz xəttin bu çevrə ilə kəsişmə nöqtəsi qeyd elədik. Daha sonra K nöqtəsindən bu nöqtələri birləşdirsək, həmin demək nöqtədən bu çevrəyə toxunanlar çəkmiş olarıq. Əslində bunun isbatını bir çox variantda təklif eləmək olar. Proyektiv həndəsədə hansı ki o mənim təklif elədiyim proqramda o da var. Bu istifadə olunan bir məsələdir. Sonra elementar üsullarla da göstərmək olar bunun doğru olduğunu. Demək ki, əgər biz bu qayda ilə sonsuz sayda kəsən çəksək və bu şəkildə bu ardıcıllıqla bu nöqtələri qeyd eləsə, bu nöqtələrin hamısının həndəsi yeri əslində bu toxunanların toxunma nöqtələrini birləşdirən düz xətt üzərində yerləşəcəkdir. İndi bu məsələni görəndə əslində o da ağlıma gəldi. Bu da maraqlı bir qurma məsələsidir. İndi bunu harda mən burada istifadə edəcəm? Yenə də deyirəm, bunun isbatını vermirəm. Demək, burada diqqət eləsək, əgər biz BY düz xəttini çəksək, baxın, BY düz xəttini və FC düz xəttini çəksək və bu nöqtəni adlandıraq, kəsişmə nöqtəsi olsun məsəl üçün. Fikir versəz, bu D nöqtəsi, demək, bu D nöqtəsi əslində bizim bayaqki məsələdə elə K nöqtəsidir. Və buradan 2 dənə kəsən çəkilib, DF və DB kəsənləri, sonra onların ucları birləşdirilib, FY və BC burada birləşdirilib. Və burada biz artıq gördük ki, bunların kəsişmə nöqtəsi, yəni bu məsələdə Q nöqtəsi əslində, D nöqtəsindən çəkilən toxunanların toxunma nöqtələrini birləşdirən düz xətt üzərində yerləşməlidir. Yəni, indi mən bunu biraz sadələşdirim, əslində bunu siləcəm. Mənə sadəcə olaraq parçalar lazımdır. Bu parçalar lazımdır mənə. Yəni, əgər biz D nöqtəsindən bu böyük çevrəyə toxunanlar çəksək, böyük çevrəyə çəkməliydim. D nöqtəsindən bu böyük çevrəyə toxunanlar çəksək və toxunma nöqtələrini birləşdirsək, toxunma nöqtələrini adlandıraq, məsəl üçün bu nöqtələri adlandıraq, bu da böyük çevrə ilə toxunma nöqtəsidir. Demək, bu nöqtələr bir düz xətt üzərində yerləşir. Həqiqətən də belədir. İsbatını imkan olsa başqa bir videoda bunu isbatını verərəm. Bu bayaqki qurma məsələsinin də əslində isbatı oradan gəlirdi. Digər tərəfdən burada maraqlı bir fakt da var. Əslində bu məlum bir faktdır. Əgər O ilə da D-ni birləşdirsək, bu OD parçasını çəksək, bu OD parçası həmin o bu Q-K-ya perpendikulyar olacaq. Səbəb, düşünürəm ki, bu aydındır. Əgər biz bir nöqtədən çevrəyə toxunanlar çəksək və daha sonra o toxunanların toxunma nöqtələrini birləşdirsək, alınan bu parça həmin nöqtə ilə çevrənin mərkəzini birləşdirsə, bu parçalar bir-birinə perpendikulyar olacaq. Bu, məncə, düşünürəm ki, məlum bir faktdır. Burada isə mənə sadəcə olaraq bu hissəsi maraqlıdır. Ona görə bunu silim. Demək, bu çevrəni, bu düz xətti silirəm.
Bu önəmli deyil. Bunu da silirəm. Sadəcə toxunma nöqtəsi istəyirəm ki, orada qalsın. Aha. Bu düz xətti çəkək. Bu nöqtə də artıq önəmli deyil. Aha. Əslində heç bu düz xəttdə lazım deyil. Sadəcə QK qalsa bəs eləyər. Çünki biz artıq göstərdik ki, demək Q nöqtəsi bu toxunma nöqtələrini birləşdirən parçanın üzərində yerləşir və burada aldıq ki, QK OD-yə perpendikulyardır. İndi mən bunu da burada qeyd edeyim. Demək, yazaq bunu. QK perpendikulyardır. Perpendikulyardır OD-yə, düzmü? QK OD-yə perpendikulyardır. O halda əgər biz OK-nı birləşdirsək, O ilə K-nı birləşdirsək, O nöqtəsindən burada K nöqtəsini birləşdirsək, sağ tərəfə çəkim. Demək, O nöqtəsi ilə K-nı birləşdirsək, bu böyük çevrənin radiusudur, aydın məsələdir. Və burada bir düzbucaqlı üçbucaq əmələ gəldi. O, D, K. Bu düzbucaqlı üçbucaqda demək, bu kəsişmə nöqtəsini də adlandıraq, rahat olsun deyə, oldu L nöqtəsi. Deməli, KL perpendikulyardır DO-ya. Onda proyeksiya düsturuna görə, bu OKD üçbucağında proyeksiya düsturuna görə DK-nın kvadratı bərabərdir DL vurulsun DO. Yəni katetin kvadratı bərabərdir proyeksiyası, bu hipotenuz məlum faktdır. Onu da burada yazaq. O halda deməli proyeksiya düsturuna görə DK kvadratı bərabərdir. Deməli, DL vurulsun DL vurulsun DO. Sadəcə olaraq proyeksiya düsturuna görə. Digər tərəfdən biz bilirik ki, toxunan kəsən münasibətinə görə, onu da yazaq. Toxunan kəsən münasibətinə görə, kəsən münasibətindən baxın, bu DK böyük çevrəyə toxunandır, DF də kəsəndir. O halda toxunan kəsən münasibətindən biz deyə bilərik ki, DK-nın kvadratı bərabərdir. Deməli, DC vurulsun DF. Toxunan kəsən münasibətindən. Bunları birləşdirsək, əslində, deməli, alırıq ki, DC vur DF bərabərdir DL vur DO, onu da yazaq. Deməli, alırıq ki, demək, DC vurulsun DF bərabərdir DL vurulsun DO. Əslində bu da bizə çox şey deyir. Bu nöqtələrin çevrəyə görə yerini.
Ya bu D nöqtəsi əslində belə deyək. Əgər bu münasibət doğrudursa, DS vurulsun DF, əgər DL vurulsun DO-dursa, o deməkdir ki, bu bizə lazım olmayacaq, amma yenə də deyim. DS vurulsun DF bərabərdir DL vurulsun DO, o deməkdir ki, bu 4 nöqtə O, L, demək C, F nöqtələri, bu nöqtələr bir çevrə üzərində yerləşir. Bu nöqtələr bir çevrə üzərində yerləşir. Digər tərəfdən, əgər bu çevrəyə fikir versək, bunun rəngini mən dəyişim ki, aydın olsun. Nə rəng eləyək? Qırmızı olsun məsəl üçün bu. Aha, bax bu qırmızı gördüyünüz çevrədə D nöqtəsi üçün yazsaq kəsənlər haqqında teoremi. Burada ondan öncə bir şey deyim, daha sonra bunu deyərəm. Demək, burada məsələ nədir? Baxın, bu çevrəni mən bunda rəngini başqa rəng eləyim ki, bunu arada seçə bilək. Aha, demək, fikir versək, burada BY düz xətdir. Hansı ki, biz BY ilə bayaqları FC-ni kəsişdirmişdik D nöqtəsində. Bu BY düz xətdir. Əslində, bu yaşıl çevrə ilə bu böyük çevrənin radikal oxudur. Və FC düz xətti də böyük çevrə ilə bu qırmızı çevrənin radikal oxudur. PM də, PM düz xəttini çəksək də, yəni PM düz xəttini çəksək, bu PM də bu yaşıl çevrə ilə qırmızı çevrənin radikal oxudur. O halda radikal oxun məlum teorem var. Bu çevrələrin radikal oxları bir nöqtədə kəsişməlidir. O kəsişmə nöqtəsinə radikal mərkəz deyilir. Bu, yəni PM radikal mərkəzi, bu da gəlib radikal oxu üzr istəyirəm, gəlib D nöqtəsindən mütləq şəkildə keçməlidir. Radikal ox nədir? İki çevrənin qarşılıqlı vəziyyətində, yəni orada vacib deyil çevrələr kəsişsin, amma əgər kəsişirsə, o kəsişmə nöqtələrindən keçən düz xətt o çevrələrin radikal oxudur. Amma yenə də deyirəm, vacib deyil, o kəsişmə nöqtəsi olmaya da bilər. Ümumiyyətlə çevrələr kəsişməyə də bilərlər, müxtəlif vəziyyətlərdə də ola bilərlər, amma radikal oxu həmişə təyin eləmək olur. Demək ki, PMD nöqtələri də bir çevrə üzərində, bir düz xətt üzərindədir. Onu da qeyd eləyək. Sadəcə olaraq radikal ox haqqında teoremə görə, qısaca belə deyim də, radikal ox haqqında teoremə görə, radikal ox teoreminə görə deyək də bu. Minə görə deməli bu FC daha sonra PM çevrələrin radikal oxlarıdır. PM və demək digəri nə idi? BY. Aha, yadımdan çıxdı, onu görmədim. Və demək PY bir nöqtədə kəsişir. Yəni bir nöqtə dediyim D nöqtəsidir əslində. Orada D nöqtəsində kəsişirlər. Çünki biz o ikisinin kəsişməsinə D nöqtəsi demişdik, ona görə. Aha, demək, bunlar bir nöqtədə kəsişirlər. O halda biz yuxarıda almışdıq ki, DS vurulsun DF bərabərdir DL vurulsun DO. Onda bu qırmızı çevrəyə diqqətlə baxsaq, bu D nöqtəsi üçün biz yaza bilərik. Qırmızı çevrədə yaza bilərik. Kəsənlər haqqında münasibətə görə DS vurulsun DF, DM vurulsun DP-yə bərabərdir. Yəni DS vurulsun DF bərabərdir DM vurulsun DP-yə. DM vurulsun DP-yə. Kəsənlər haqqında məlum
teoremə görə. Demək onda biz alırıq ki, bunları əgər birləşdirsək, bax burada da almışıq ki, ds vuraq df deyil vuraq do-ya bərabərdir. İndi bu ikisindən alırıq ki, onu da qeyd eləyək. O halda alırıq ki, sən demə, deməli dm vurulsun dp, dm vurulsun dp, bu da bərabərdir, dm vurulsun dp bərabər deyil vurulsun do-ya, deyil vurulsun do-ya. Bu nəyi göstərir? Əgər dm vurulsun dp bərabər deyil vurulsun do-dursa, o deməkdir ki, bu p, o, l, m nöqtələri bir çevrə üzərində yerləşir. Onu da yazaq. Deməli, alırıq ki, demək O, P, M, L bir çevrə üzərində. O, P, O, P, M, L. Düzdürmü? M, L bir çevrə üzərindədir. Bir çevrədədir yazıram. Aha, bu da belə. Demək ki, bu O, P, M, L nöqtələri bir çevrə üzərindədir. Amma biz bayaqları orada da demək aldıq ki, baxın, OM və OM perpendikulyardır BS və OL də QK-ya perpendikulyar olduğuna görə O, L, M, Q nöqtələri də bir çevrə üzərindədir. Nəyi demək istəyirəm? Əslində burada göstərim. Baxın, bu bucaq O, L, Q. Biz bunun 90 dərəcə olduğunu göstərdik. Bu perpendikulyar olduğunu göstərdik. Digər tərəfdən O, M, Q-nun da 90 olduğunu bilirik. Çünki orta perpendikulyardır. O halda bu 4 nöqtədə bir çevrə üzərindədir. Onu da qeyd eləyək. Bir daha yazaq. Deməli, OL perpendikulyardır. Demək, QK-ya və OM perpendikulyardır BS-yə. Nəyisə düz eləmədik. Demək, burada OL və OM olduğuna görə demək ki, bu 4 nöqtədə bir çevrə üzərindədir. O halda demək alırıq ki, OL, M bu biri hansı nöqtədir? Q nöqtəsi. OL, M, Q nöqtələri bir çevrə üzərindədir. O, L, o halda belə yazaq. O halda O, L, M və Q nöqtələri bir çevrədədir.
yazaq. O, L, M və Q. Bir çevrədədir. Yəni bu 4 nöqtədə bir çevrə üzərindədir və eyni zamanda aldıq ki, OPML də bir çevrə üzərindədir. Əslində burada diqqətlə baxsaq, OML yuxarıdakı və bura baxsaq, OML bir çevrə, OML-dən keçən çevrə P-dən də keçir. Digər tərəfdən aşağıda da aldıq ki, OML-dən keçən çevrə Q-dən də keçir. O halda biz deyə bilərik ki, OPQML, yəni bu 5-i bir çevrə üzərindədir. Yəni yekunda o alınır. Nəhayət aldıq ki, bu 5 nöqtə bir çevrə üzərindədir. Yəni O, P, Q, ML bir çevrə üzərindədir. O bir çevrə üzərindədir. Mesela bunu ayrıca yazım. Deməli O, P, L, M, daha doğrusu Q, O, P, Q, M, L bir çevrə üzərindədir. Yəni yekunda bunu aldı. Yəni həqiqətən də bu 5 dənə nöqtə bir çevrə üzərində yerləşir. Baxın. Bu 5 nöqtə bir çevrə üzərində yerləşir. O halda əgər bu bir çevrə üzərində yerləşirsə, bizim əslində göstərmək istədiyimiz o idi ki, OPQM bir çevrə üzərindədir. Dolayısıyla bunu aldıq və nəticədə OPQ bucağının 90 dərəcə olduğunu ispat etmiş olduq. Olduqca maraqlı bir məsələdir. Biraz geniş şəkildə izah vermək istədim. Sağ olun. Növbəti videolarda görüşərik.